İnsanlar ağrı hiss edəndə ilk düşündükləri adətən nə olur? Pis şeylər ağlına gəlir. Görürsən bunun altında nə var? Pis xəstəlikmi var? Sanki xəstəliklər də cavanlaşıb. Səbəbi daha çox oturaq həyat tərzidir. Kimi dindirirsən deyir ki, canım ağrıyır, amma o ağrını da tam kökünə də gedib çıxmır ki, əslində canım ağrıyır deyəndə nədir o ağrıyan şey? Əvvəl çarəsi olmayan problemlərin də artıq bir çoxunun çarəsi var. Doktor, biz öncə MRT-yə getməliyik yoxsa həkimə? Yəni MRT tək başına bir şey ifadə etmir. Həkim xəstəni müayinə etməlidir. Klinik müayinə deyirik biz buna. Ara həkimlərinə inanaqmı? MRT-dən cavab çıxdı, həkimə getmək istəmir axı. Aparacaq ara həkiminə. Öncəliklə onu deyim ki, yəni ara həkimi deyə bir şey, yəni belə bir məfhum olmamalı. Dünya inkişaf edib, tibb dünyası inkişaf edib. Artıq hər şeyin kitabı var, yazısı var. Siz bir həkim, fizioterapevt kimi xəstəni sadəcə müalicə edirsiniz, yoxsa həyat tərzini dəyişməyə çalışırsınız? Mənim həkim olaraq o anda məqsədim onun o ağrılarını sakitləşdirmək, onu rahatlatmaq, ona yəni normal həyatına qaytarmaqdır. 3 hərəkətlə bel yırtığını sağaldın. Hamıya bu hərəkət faydalıdır deyə bir şey yoxdur. Bu yanlış bir şey.